adımız idi? Software. Software. Çətin mövzudur, bilirəm. Qətiyyən şikayət xarakterli mesajlara başlamayın. Bilirəm ki, əziyyət çəkdiyiniz mövzulardan biridir. Narahat olmayın, yaxşı olacaq. Bugün Sofiyanın 50 testimizin səhvlərinə cavab verəcəm. Həm Sofiyanın üstündən bir də keçəcəyik. Həm sual cavab eləyəcəm, həm də evə Sofiyadan yenə 50 test verəcəm. Sonra isə Windows'a başlayacağıq. Windows'a başlamaq, Windows'u bitirməyimiz anlamına gəlmir. Windows'u bir yox, bir neçə dəfəyə tədris edirik. Yəni, qısacası Windows'un tədrisi prosesi uzanır deyə və bütün mövzu bitməmiş, təxminən 20 neçə səhifəlik mövzudur. Bütün mövzu bitməmiş, test də vermirəm deyə Sofiyanı mənimsəmək üçün kifayət qədər vaxtınız olacaq. Narahat olmayın. Və Windows lap 50 səhifə belə olsa, sizə Sofiyadan falan asan gələcək. Çünki gözünüzlə gördüyünüz şeylərdir. Yəni, rahat mənimsəyə biləcəksiniz. Narahat olmayın, problem yoxdur. Gəlin başlayaq. Sofiyadan 50 test vermişdim. Bəs başqa nə vermişdim? Buyurun Nərmin, sualınız varsa verin. Hər vaxtınız xeyir Vüqar Hər müəllim. vaxtınız xeyir. Software-yə aid yox, hardware-yə aid bir şey soruşmaq istəyirdim Buyurun. sizdə. Neçə gündür sualıma cavab tapa bilmirəm. Buyurun. Kitabda da baxıram. Mən hardware-nin belə deyim də, qalan testlərini də işləyəndə orada bir sual var idi ki, klaviatura kompüterə hansı portla qoşulur? Mən USB və PC bölü 2-nin o bənövşəyi rəngin bilirdim. COM portu da klaviaturanı Yox, qoşur. elə düz bilirsiniz. O yəqin texniki qüsurdur. Klaviatura qoşulur PS2-nin bənövşə Bənövşə və USB rəngi ilə ilə. və USB portu ilə. Düz bilirsiniz. Narahat olmayın. Oldu, çox sağ Buyurun, olun. sağ olun. Yoldaşlar, testlərdən suallarınıza cavab verim. Software'dən 50 dənə vermişəm. Bəs başqa nəsə vermişəmmi? Hər hansısa bir şey verməmişəm əlavə. Buyurun. Normaldır, narahat olmayın. Software çətin mövzudur. Bir dəfəyə mənimsəmək olmur rahatlıqla. Birdən 10-a kimdən sual var yazın. Bitirəcəyik testləri, sonra bir də üstündən keçəcəyik, biraz sual cavab eləyəcəyik, təkmilləşəcəksiniz. Gələn dəfəyə bir də oxuyarsınız. Beş, 8. 1, 5, 8. Biri də səhv eləmərsiniz də uşaqlar. Dərsin adıdır. Kompüterə qoşulan, onu idarə edən, kompüterə yazılmış, kompüterin içində olan ümumi proqramlar software adlanır da. Proqram təminatı. Kontrolleri və driveri səhv salmamalısınız. Nəyə görə? Çünki kontroller qurğudur, driver proqram. Kontrollerdə, driverdə hər ikisi xarici qurğuların kompüterlə əlaqələnməsi üçündür. Amma driver proqram olduğu üçün kontrollerdən kəskin şəkildə fərqlənir. Düşünün ki, kontroller aiddir hardware dərsinə, driver aiddir software dərsinə. Yəni, biri qurğudur, biri proqram. Diskin informasiya tutumunu artırmaq, informasiyanı sıxmağı həyata keçirən proqram drive space-dir. Boşluğu idarə et. 5 dənə diagnostik proqramımız var idi. ScanDisk, Disk Defragmenter, Clean Up, Backup və Drive Space. Onlardan Drive Space boşluğu idarə etmək, daha çox boş yer açmaq üçün nəzərdə tutulmuşdur. ScanDisk diski yoxlayıb səhvləri aradan qaldırırdı. Clean Up diski təmizləyirdi. Disk Defragmenter fragmentasiyanın qarşısını alır, diski optimallaşdırırdı. Backup isə faylların ehtiyat sürətlərini yaradırdı. Varmı 12'ye kimi sual? 7 və 8. Daha sonra 12. Varsa 15'e kimi sual yazın. 7 və 8. Sistem proqramları hansılardır? Sistem proqramları iki cür olur. Baza və servis. Baza proqramları da özü üç cür olur. Əməliyyat sistemləri,
şəbəkə əməliyyat sistemləri və əməliyyat örtükləri. Servis proqram təminatı da neçə qolu var? Məsələn, arxivatorlar var, antiviruslar var, driverlər var, utilitlər var və diaqnostika proqramları var. Deməli, var baza, var servis, yəni əsaslar, qulluqçular. Və bölgünün üstünün yazdım. Unix əməliyyat sistemidir, Norton Commander örtükdür, DriveSpace də diaqnostika. Deməli, bu üçü də sistemin qollarıdır. Cavablarda 1 olmalıdır. Elə bir dənə cavab qaldı. Word tətbiqi proqramdır, uyum tətbiqidir, Paradox Clipper tətbiqidir. Bu birlər də əməliyyat sistemi, örtük, arxiv, utilit, əməliyyat. Hamısı sistemə aiddir. Müəllim, olar bir sual verim. Buyurun. Kitabda olan burada elə bir ki nümunələr var da, deyək ki, Bəli. yazı proqramı Word məsələn. Biz onların hamısını əzbər öyrənməliyik. İmtahanı onlar düşür ayrı-ayrı ki, növü olaraq. Bacardığınız qədər. Baxın, siz Bilirsiniz, haftaya qədər şans məsələsi olan bir mövzu yox. Gəlin belə danışaq da sizdə. Deyək ki, orada neçə dənə proqram var? Bir 250 proqram, düzdür? Siz hamısını əzbərləmişsiniz, 249-unu. Bir dənə yadınızdan çıxıb ki, məsələn, Unix. Nədir Unix? Əməliyyat sistemi. İmtahanda soruşurlar ki, Unix nədir? Əməliyyat sistemi. Düzdür? İndi düşünün ki, siz çox şanslı birisiniz. Cəmi bir dənə proqram adı bilirsiniz, Windows. Qalan işini öyrənməmişsiniz. Getmişsiniz imtahana Windows düşüb ki, nədir? Bu dərs elə bir dərsdir ki, həm savad, həm də şans vacib faktordur. Yəni burada Siz %100 öyrənməyin mümkünlüyü də çətin məsələ. 1, 2, 3 dənəsi, 5 dənəsi yadınızdan çıxacaq. Sadəcə bilirik ki, buradan ən məşhur, ən aktual suallar salırlar. Yəni, çox dərinliyə getmirlər. Hər proqramların da özünün məşhuru var. Məsələn, tutaq ki, mətn redaktorlarından ən məşhur hansıdır? Word-dür. Məsələn, cədvəl Excel məsələn. tutaq ki, cədvəldə Excel-dir. Təqdimatda PowerPoint-dir. Məsələn, biraz da Prezi və s. Orada Gufton'dur, Impress'dir, biraz daha qeyri-məşhurdur. Dim tərəfindən də daha az istifadə olunur. Amma bu demək Müəllim, deyil niyə ki- soruşdum deyim sizə? Aha, Dərsi bir neçə dəfə oxumuşam, yəni bir dəfə oxumamışam da. Bəli. Amma testi işləyəndə gördüm ki, testləri işləyə bilmirəm. Ümumiyyətlə Bu normal işləməmişəm hal. testi. Saxlamışam ki, təzədən bir dəfə də təmiz beyinlə oxuyum. Baxım görüm, Normal. çünki belə baxıram, eləyə bilmirəm də. Bu növlər yadımda qalmır demək olar ki. tam normal bir şeydir. Ona görə soruşdum ki, yəni növlər belə çoxmu vacibdir ki, oradan siz demişkən 1-200 dənəsini öyrənəsən, əzbərləyəsən, Siz yoxsa? bacardığınızı mənimseyin. Artıq suallara baxdıqca tutacaqsınız söhbəti ki, sizə neçə faizi bəs eləyir bu. Özünüz təkrarladıqca inkişaf edəcəksiniz. Yəni, bayaq 10-nu yadda saxlamışdınız, təkrardan sonra 15-ə qalxacaq. Belə, elə bil öz potensialınızın maksimumuna qalxın da, yəni. Vüqar, mən bir şey soruşmaq Buyurun. istəyirdim, təzə izaha başlamamışdan qabaq. Burada sizin konspektdə servis proqramların içində utilitlər, diaqnostika Bəli. proqramları, bunlar ayrı göstərilib. Amma bu bizim oxuduğumuz nəzəriyyədə biraz mənə qarışıq qaldı. Elə utilitin içində Dövlət diaqnostika İmtahan Mərkəzi proqramları də diaqnostika proqramlarını utilitin içində verib ya vermədiyi haqqında heç konkret bir şey yazmayıb. Əslində texniki olaraq diaqnostika proqramlarını utilitə aid etmək olar. Yəni, problem yoxdur burada. Və deyim, onun haqqında xüsusi nəsə vurğulanmayıb, onun görə siz də narahat olmursunuz. Onun içindədirmi, aydın, içindədirmi? Bununla bağlı sual olmuş. Narahat olmayın. oldu. Çox sağ olun. Buyurun. Kompüterlər arasında informasiya mübadiləsini təşkil edən internetə girişi təmin edən. İnternetə siz nə ilə girirsiniz uşaqlar? Browserlə girirsiniz də. Microsoft Edge, Opera, Mozilla Firefox, Mosaic, Netscape Navigator, Google Chrome və s. Mən sizə texnologiyalar haqqında məlumat vermişəm, yoxsa yox? Bunlar haqqında. Xeyr, müəllim dediniz ki, nəsə gələn Testin dəfə üzərində verək. dedim. Test Ha, üzərində. əvvəla. Əvvəla bilin ki, Automate adlı texnologiya yoxdur. Diqqətlə dinləyin. Əslində bunu indi dinləsəz, elə bil ki, Windows'dan bir abzasımız azaldı. Windows'un içindədir bu. Burada bilsəz, Windows'da sadəcə testlərinə baxarıq. Əzbərləməliyik orada. A Başlayalım. variantıdır müəllim.
Bircə dəqiqə səbirli olun. 4-ünü də tərifini deyim, axırda ayıraq. Bax, mürəkkəb riyazi informasiya sistemlərinin yaradılması üçün nəzərdə tutulan texnoloji case'dir. Yəni də mən sizə məntiqli sual verim. Nə dedim? Nə üçündür? Mürəkkəb riyazi informasiya sistemlərinin yaradılması üçün. Onda özünüz buradan qənaətə gəlin. Case texnologiyası sistemə mi aid olar, instrumentala mı, yoxsa tətbiqiyə mi? Tətbiqiyə də mən. Niyə? İnstrumentala. Mürəkkəb informasiya sistemlərinin yaradılması. Nəyin vasitəsilə yarada bilirdiniz siz? İnstrumental. Ay sağ olun, yaratmaq kimə aiddir? Instrumentala. Deməli, case instrumentala aid olan bir texnologiyadır və nə üçündür? Mürəkkəb riyazi informasiya sistemlərini yaratmaq üçün. Bunu qoyduq qırağa. Bu bizə bu dəqiqə lazım deyil. Amma 4 dəqiqə bax imtahana düşüb ha. İnstrumentala aid olanları seçin, içində case-i də seçməliyiz. İndi danışacağım drag dropdan, plug play'dən və OLED-dən. Bunun üçü də aiddir Windows'a, Windows əməliyyat sisteminə. Yaxşı, bir qənaətə gəlin. Sizcə onda hansı qol aiddir? Sistem, instrumental yoxsa tətbiqi? Onda mən sistemdir. Sistemə aiddir. Sistemdir, çünki Windows sözü sistemə aiddir. Sistemdir mən. Windows sistemə aiddirsə, Windows'un texnologiyaları da sistemə aid olar. İndi bunları bir-bir başa düşək. Tutaq ki, ekrandayıq. Ekranda hansısa bir faylı götürüb hansısa bir papkanın içine sürüşdürüb bıraxırıq. Biz bunu kat etmirik, kopya etmirik. Yəni mübadilə buferinə klipboarda salmırıq da. Sürüşdürürük, bıraxırıq. İngiliscəsinə baxın. Sürüşdürmək, drag, buraxmaq, drop. Hər hansısa bir ekran obyektini mouse'un düyməsi ilə sürətli yer dəyişməyə vadar edir. Drag and drop. Mübadilə buferin alternatividir. Mikrofon bağlayın. Rufa. Niyə? Ay Rufa, adınızı da bilmirəm. Nickname'imiz. Yəni. Kamera və Ciddi mikrofon sən? bağlayın Rufa. Mən mübadilə buferi necə təsir edir drag and drop? Düşmür də ora. Siz elə bir Ha. neysə kat kopya eləyəndə, məsələn WhatsApp-da mesajları zadı kopyalayırsınız, görsünüz sonra o yaddaşda qalır. Ora mübadilə buferidir. Bəli, bəli. Amma sürükləyib aparanda, Windows'da var da elə bir şey. Dartırsan, bıraxırsan məsələn bunun içində. Bir şey yox. Mübadilə buferin xəbəri olmadı ki, o fayl hara getdi. Aydın. Mübadilə buferinə düşmədi. Sürüklə burax. Deməli, mübadilə buferinin alternativi olan mouse'un sol düyməsi ilə sürətli yer dəyişmə obyektlərin sürüklənərək buraxılması texnologiyası nə oldu? Drag drop. İndi plug play'dən danışaq, OLED-dən danışaq. Yoldaşlar, siz hər hansısa bir xarici qurğu alırsınız. Məsələn, alırsınız printer. O printeri kompüterə taxan kimi sizcə işləyir ya yox? Təbii ki, işləmir. Nəyini yazmalıyıq ki, işləsin? Driverin. Bəli, proqram təminatını, yəni driverini. Xarici qurğuları kompüterə quraşdıran zaman driverə ehtiyac olur sazlaması üçün. Amma bəzən olur axı sən gəlsən qurğu alırsan, kompüterə qoşursan işləyir. Yəni onun driverinə ehtiyac yoxdur. Məsələn, mouse. Düzdür, mouse'un driverə ehtiyac yoxdur axı. Deməli, bəzi qurğular var ki, plug and play texnologiyasını dəstəkləyir. Qoş, işlət. Xarici qurğuların kompüterə avtomatik sazlanması nə oldu? Plug and play. Nəyə ehtiyac olmadı? Driverə. Və nəhayət, sonuncu texnologiya OLED. Uşaqlar, Word-də siz bir dənə diaqram qurmaq istəyirsiniz. Diaqramın tipini filan seçirsiniz. Keçir Excel-ə. Sən Excel-də yazırsan nəsə, görürsən ki, Word-də dəyişiklik oldu. Bax. Görürsən, Excel-də dəyişiklik eləyirəm. Word-də təsir eləyir. Deməli, nə olacaqmış?
Bir proqramın içindən digərinə müraciət edə biləcəymişik. Bu texnologiyada OLE texnologiyası adlanır. Elmi tərifi. Bir proqram daxilində digərlərinə istinad OLE texnologiyasıdır. Əlbəttə, hər oxuduğunuz şeyi yadda saxlamaq mümkün deyil. Amma müəllim izah verəndən sonra mütləq yadda qalır. Çünki müəllim elə izah eləməlidir ki, həmin şeyi sən əzbərləməyəsən, başa düşəsən. Mən də əyani olaraq hamısını göstərdim. Bir nəfər görməmişəm ki, bu texnologiyaları imtahanda səhv yazsın. Çünki məntiqini tutun. Drag, drop, sürüşdür, burax. Plug, play, tax, oynat. OLE bir proqramdan digərinə keç. İndi kimin 17-yə kimi sualı var? 17, 14 var. Xidməti proqramların həyata keçirdiyi məsələlərdən biri hesab edilmir. Uşaqlar, mətnin şriftini dəyişmək, mətnlərin yazılması, yığılması kimə aiddir? Mətn redaktorlarına. Mətn redaktorları hara aiddir? Tətbiqiyə. Onun qulluqçulara nə aidiyyatı var? 15, 17 və 20. MS-DOS-da, MacOS-da, Linux-da nədirlər? Əməliyyat sistemi. Görsən cavablarda yazmayıb əməliyyat sistemidirlər. Ortaq xüsusiyyət soruşur. Deməli, əməliyyat sistemi tərifini verib. Kompüterlər və onların qurğularını idarə etmək üçün nəzərdə tutulan proqramdırlar. Bəli. Əməliyyat sistemi yazmayıb, tərifini yazıblar. Bu ki 18. 18 və 20 və 21. 17 də var. Uşaqlar, örtüyü neynirdi? Kim deyər? Örtüyü proqramları hansı işi yerinə yetirir? Əməliyyat sisteminin işində D variantı Bəli. müəllim. Əməliyyat sistemi ilə işləməyi daha da sadələşdirir. Yeni interfeys təqdim edir. Demişdim sizə, bax ki, sən proqramı bağlamaq istəyirsən, əslində bunu çox çətin bir versiyada həll eləmək. Əslində əməliyyat örtükləri olmasa, örtük proqramları olmasa, insanlar kompüterlə daha çətin işləyərlər. Örtük proqramları kompüterin işini asanlaşdırır. Dörd dənə interfeys var idi. Yadınıza gəlir. İnterfeysin 4 dənə adı var idi. Texniki interfeys, aparat interfeysi, əlavələr interfeysi və istifadəçi interfeysi. Kompüterlərlə və ya kənar qurğularla qarşılıqlı əlaqəsi texniki idi. Kompüterlərin öz qurğuları ilə əlaqəsi aparat interfeysidir. Öz aparaturası ilə də belə yadda saxlayın. Yəni periferiya qurğuları ilə. Kompüterin tətbiqi proqramlarla əlaqəsi əlavələr interfeysidir. Kompüterlərin istifadəçi ilə əlaqəsi, əməliyyat sisteminin istifadəçi ilə əlaqəsi də istifadəçi interfeysidir. Burada soruşur, kompüter və onun qurğularının istifadəçi ilə interfeysi, istifadəçi interfeysi. On 15'te A-la B düzgün fikirlər deyil, düzdür. A-la B düzgün fikirlərdir. Amma sizə aidiyyatı yoxdur. BA proqramındadır. Əlavə dəstə təşkil olunacaq, izah olunacaq. Bir məsələli və çox məsələli əməliyyat sistemi mövcud anlayışdır. Yəni, səhv anlayış deyil. BA-ya və yaxud magistra gedirsə, inşallah əlavə dəstənin birində tədris olunacaq, narahat olmayın. Bilirsiniz ki, magistr və BA-larımız üçün informatikadan 2 əlavə dərs təşkil olunur ki, onlar informatikadakı fərqli yerləri də öyrənə bilsinlər. İnşallah elan edəcəyik. Siz BA qrupuna qoşulun informatikadan. Elan görəcəksiniz sonra. 20'ye baxıram. Adil, fikrinizi başa düşmədim. İstəyirsiniz mikrofonu açıb deyin. Texniki interfeysi aid olan fikirlərdən biri yanlışdır. Texniki xidmətə. Xidmət deyəndə qulluqçuları nəzərdə tutur. Disk və disketdəki səhvləri tapıb aradan qaldırır. Bəli, bu ScanDisk-ə aiddir, texniki interfeysdir, texniki proqramdır. Diskdəki informasiya ehtiyat sürətlərini yaradır. Backup. Bu da aiddir texnikiyə.
Diskdəki optimal yerləşməni təmin edir. Disk defragmenter. Xüsusi metodlarla diski sıxır. Drive space. Düzgün olmayan cavab C'dir. Adil, sualınızı verirsiniz. Müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyir. Mən burada o interfeysdə əlavələr interfeysindən qarşıdan növbəti sual olacaq. Onlarda deyir ki, sırf əməliyyat sistemi ilə əlaqəli olan interfeyslər seçin. Yəni onda biz Elə bir tərif verməz. Əlavələr qurğularla proqramların əlaqəsidir. Yəni, kompüterə qoşulmuş tətbiqi proqramların əməliyyat sistemi ilə kompüterlə əlaqəsi, əlavələr interfeysi. Son müəllim cümləsini deyərsiniz və Ha, anlaşılmayan detalı orada Ha. müzakirə edərik. Xidməti proqramlar, Leyla, qulluqçulardır da, yəni texniki servis proqramları. 20-yə baxdım. İndi 30-a kimi suallarınızı yazın. Kompüter yandırılıb söndürülən zaman öz-özünə işə düşən proqramlara rezident deyilir. Hələ bu sözü məndən eşitməmisiniz. İrəliyən dərslərimizdə keçəcəyik. 23-ü artıq özünüz cavablandıra bilərsiniz. Ay, bu o sual deyil. Üzürlü sayın qarışdırdım. Uşaqlar, müxtəlif proqramlardan ibarət paketlərə nə deyirik? İnteqrallaşdırılmış paket. Məsələn, MS Office paketi. Aşağıdakılardan neçəsi sistem proqram təminatına aiddir? Sistemin içində əməliyyat sistemi var. Bu bir. Antivirus driver servis var. Kompilyator instrumentala aiddir. VBIS tətbiqiyə. 4-ü. Vibis nədir müəllim? Verilənlər bazasının idarə etmə sistemi. Access, Paradox, bunlar. 29-a Tətbiqi kimi- proqrama aiddir də o müəllim, Bəli, düzdür? tətbiqi proqram paketinin verilənlər bazasını idarə etmə qolu böyük ölçülü məlumatları saxlayır. Üzərində filtrləmə, sorğular vermək üçün istifadə olunan proqramlardır. 27, 29, 33. Bunu özünüz cavablandırın. Bayaq dedim. Nə olacaq cavab? Buyurun Miriyeva, sualınızı verin. Bəli. Xarici qulluq, avtomatik sazlayır. Dərslikdə Smartphone. antivirus Nə? Antivirus nə? antivirus deyirəm, virusların növləri verilməyib. O düşmür imtahana. Düşür. Başqa dərsin içindədir o. Hansı dərsin içində? İnformasiya təhlükəsizliyi. Hə, orada keçəcək, Bəli. aydındır, sağ ol. Buyurun. 33. Əməliyyat sistemlərinin hansı interfeysi mövcuddur? Uşaqlar, əməliyyat sistemlərinin köhnələri mətinlə işləyirdi. Yəni, əmrli formada. Müasirlər qrafiki formada işləyir. Yəni, ekranda hər şeyin şəkli var, piktoqramı var. Hər proqramın. Gələcəkdə də səsli işləyəcəklər. Cavab A variantıdır. 29-a baxmadım. Ona da baxın. Buna da cavab verə bilərsiniz özünüz. Nə olacaq? Case olacaq. Bəli. 34-ə kimi çətinlik yoxdur. 40-a kimi yazın suallarınızı. Bir proqram daxilində digərinin imkanlarından istifadə. Oli. Bunu müzakirə etdikdə sürətli cavablar verirəm. 35-39. Periferi qurğularla əməliyyat sistemini əlaqələndirən proqram. Driver, qurğu source kontroller. 34-də cavab verdim. Xeyli səhviniz var uşaqlar, xeyli. Yəni, bəziləri nəzəriyyədə olan cümlələrdir. Kompüterin səhvlərini aradan qaldıran, ona qulluq edən proqramlar. Servisdə, qulluqçulardır. Bunu niyə bilmirsiniz? Dərsin 5-ci cümləsidir də. Bir məsələli, çox məsələli söhbətlərindən narahat olmayın. Tədris etməmişiksə, deməli, lazımdırsa bəzi yoldaşlara sonradan tədris eləyəcəyik. B-yanla BB-nin fərqidir də o. B-yalara xüsusən deyəcəm, narahat olmasın.
BB-lərə lazım deyil. Variantlarda təqdim olmuş proqramlardan yalnız biri aşağı səviyyəlidir. İki də aşağı səviyyəli dil var idi. Assembler və AutoCAD. AutoCAD yox ha, AutoCAD. Bu tətbiqidir. 39 və 43. Adil. Əlavələr interfeysi əməliyyat sistemi ilə belə deyək, kompüter arasında olmalı, istifadəçi arasında olmalıdır da. Məni nə başa düşür? Məsələn, mən printerə nəsə deyə bilərəmmi? Deyə bilərəm ki, printer mənim üçün nəsə çap elə. Yox, mən əməliyyat sisteminə deyə bilərəm ki, Ctrl-P-ni basım, çap eləsin. Yəni, mənlə kompüteri əlaqələndirən əməliyyat sistemidir. Deməli, mənimlə əməliyyat sistemi arasındakı interfeysin adı istifadəçi interfeysi olacaq. 43-ə kimi çətinlik yoxdur ki. 43-ə kimi çətinlik. 41. 50-yə kimi çətinlik. Uca buna öz cavab verə bilərsiniz. Kompüterin periferiya qurğuları ilə əlaqəsi. Aparat. 43. Hansı instrumentala aiddir? Əzbərləyin. Nəyə saxlamısınız bunu? Ada. Dildir. Bəzi suallar var ki, onların verilməsi absurddur. Bu o deməkdir ki, müəllim, mən eləmirəm. Davay, sən cavab ver. Etik deyil, bu sualı mənə verməyiniz. Səhvdirsə baxmalısınız. Konspektdə var da bu. Öyrənməlisiniz də. Öyrənmirsinizsə, məndən soruşmağınız da absurddur. Deməli, bunu siz yadda saxlamayacaqsınız da. 200 proqram var, 200 dənə test olmalıydı burada. Hərəsindən bir dənə olmalıdır. Baxırsan, görürsən, səhv eləmirsən, proqram adını soruşub. Vərəqləyirsən, cavabı yazırsan ki, adı qutardı, getdi. Mən neyə bilərəm ki, bunun üçün? Öyrədici bir şey deyil axı bu. Bu birlərdən nə sual vermişsiniz? Yarım saat cavab verirəm ki, qoy, hər şey ətraflı başa düşəsiniz. Amma da proqram adını əzbərləyib məndən soruşmağınız normal hadisə deyil. Web səhifələrə baxış üçün deyil. Web səhifə nədir? İnternet səhifəsi. İnternetə biz Opera ilə, Mozilla Firefox-la, Google Chrome-la, Netscape navigatorla girə bilərik. SQL-lə girənməliyik. Çünki SQL proqramlaşdırma dilidir. Bəzi suallar var ki, onların izaha ehtiyacı var. Bəli, borcumdur. Yəni, 50 dəfəyə başa düşdünüz, 51 dəfə izah eləyərəm. Windows əməliyyat sistemidir, qutardı getdi. Neyniyə indi sən onu səhv eləmisənsə, git aç vərəqlə bir də oxu da, mən neyniyim sən üçün? Nəsə eləyə bilərəmsə, deyin Allahın olsun, 12 kimi bağlamayayım yayını, eləyim. Olmur axı, bəzi şeylərin soruşulması absurddur. 47, 48 və 45. Aşağıda təqdim olunan proqramlardan hansı? Tətbiqi proqram paketinin qlobal şəbəkələrlə iş proqramlarına aiddir. Qlobal şəbəkələr nədir? Qlobal şəbəkələr internet. Bunlardan hansı internetdə işləyir? MS Outlook nə edir? Post göndərir. MS Outlook. 47. Microsoft Office paketindən daxil deyil. Bunu səhv eləməyimiz normaldır. Çünki biz Microsoft Office paketinin içi ilə Word-ə başlayanda tanış olacağıq. Word, Excel, PowerPoint, Access, Outlook, Publisher, Visio, SharePoint, OneNote adlı proqramlar var orada. Amma Paint yoxdur. Paint standart proqramdır. Windows'un üstündə gəlir. Paketə daxil deyil. Başqa sualınız qaldı, yoldaşlar? Sistemin işini idarə edən proqramların adı nədir? Digər proqramları, sistemin işini, kompüteri idarə etsin. Bu proqramlara nə deyirsiniz siz? Əməliyyat sistemi. Əməliyyat sistemi də Macintosh'dur.
Bitti sualınız yoksa cavablandırmadığım nəsə qaldı? Gəlin sizlə təxminən bir 15-20 dəqiqəlik sual cavab edək. Biraz daha da təkmilləşdirək software'ni. Bilmədiyiniz şeyləri yenidən izah edeyim. Daha sonra isə 35 dəqiqə sizə Windows danışım. Windows əməliyyat sistemi 2 ya da 3 dəfəyə bölünüb danışılacaq. Ona görə gərək Windows'u software qəşəng bitirək ki, Windows'da rahat mənimsəyə bilək. Gəlin software'nin təkrarına başlayaq. Elə sual cavab edəcəm ki, sıfırdan bütün software'ni soruşacağım sizdən. Özümdə ətraflı izahlar verəcəm, tam aydın olacaq hər şey. Buyurun. Çata keçirik. Yalnız məni ünvanlayırıq. Xahiş edirəm, hamı iştirak eləsin. Maraqlı olsun. Kompüterin tərkibindəki və yaxud ona sonradan yazılmış bütün proqramlar toplusu necə adlanır? Çalışın həmişə öz dilimizə üstünlük verin, sonra isə yanında ingiliscə yazın. Bəli, düzgün cavab proqram təminatı, yəni software. Bilirik ki, software 3 qola bölünür. Mən qolların tərifini deyirəmsə, siz həm qəşəng dinləyirsiniz, təzədən həmin təriflər beyninizə otursun. Həm də cavab yazırsınız. Kompüterin işini idarə edən və ona qulluq edən proqramlar toplusu ümumilikdə necə adlanır? Düzgün cavab sistem proqram təminatı. Günəş, zəhmət olmasa mesajları qapalı yazın. Direktdə. Yeni proqram vasitələri yaratmaq üçün nəzərdə tutulmuş proqramlar toplusu hansıdır? Düzgün cavab instrumental. Gündəlik məsələlərin həlli üçün nəzərdə tutulmuş proqramlar toplusu nədir? Bəli, düzgün cavab tətbiqi proqram paketi. Sistem proqram təminatının 2 əsas qolu var. Hansılardır? Baza və servis. Doğrudur. İndi bazanın qolunda 3 dənə, bazanın özündə 3 dənə qol var. Onların təriflərini soruşuram sizə. Kompüterin işini idarə edib, istifadəçi ilə də interfeys quran, əlaqə quran proqramlar necə adlanır? Düzgün cavab əməliyyat sistemləri. Əməliyyat sistemləri ilə işləməni daha da sadələşdirən, daha vizual olaraq asanlaşdıran proqramlara nə deyirlər? Əməliyyat örtükləri. Əla, super gedirsiniz. Sual-cavabda iştirak edən tələbələrin 80-90%-i düz cavab yazır. Arada çaşanlar da olur. Ümid edirəm ki, təkrarladıqdan sonra onlar da səhvlərini mənimsəyib, daha da təkmilləşirlər. Bir dəfə də təkrarlayarsınız, lap super öyrənmiş olarsınız. Bir dəfə də imtahana yaxın. Bir həftə qalmış, 3 gün qalmış. Yaxşı. Gəlin, kim hansı əməliyyat sistemini tanıyır, yazsın, saysın. Mən də bir-bir sayıram. Görək kim çox yazacaq. Bilirsiniz ki, çoxlu əməliyyat sistemləri var. Başlayıram qədimi əməliyyat sistemlərini, köhnələrdən. MS-DOS. Sonra MacOS, digər adıyla Macintosh.
OS 2, Ubuntu, Solaris, QNX, Linux, Unix, Android, iOS, Windows 95, Windows 98, Windows 2000, Windows Alta Vista, Windows XP, Windows Me, Windows 7, Windows 8, Windows 10, Windows 11. Yaxşı. İndi isə siz mənə örtük proqramlar sayın. Norton Commander, Windows Commander, DOS Navigator və PC Shell. Aferin, əla. Yaxşı gedirsiniz. Deyindiyinizdən daha yaxşı effekt göstərirsiniz. Yəni bu şəbəkə əməliyyat sistemləri ilə əməliyyat sistemləri baş düşdü eynidir. Hə, ona görə heç ora girmədim. Onlar da onun bir növüdür, bir fərqli versiyasıdır. Yəni problem yoxdur. Onlar da bilirsiniz, Nobel'dir, Linux'dur, Unix'dir, Netware-dir. Narahat olmayın. Bir dəfə də təkrarlayıb lap mükəmməl öyrənəcəksiniz. Nə oldu? Görürsən bu 4 nəfərin xoşuna nə gəlmədi ki, dərsdən çıxdılar. Windows qulaq asmayacaqlar onlar görəsən. Sual cavaba davam edək. Yeni proqram vasitəsi yaradan instrumental proqram təminatının düz 3 dənə qolu var. Qısa-qısa adlarını yaza bilərsiniz. Proqramlaşdırma dilləri, proqramlaşmanın inteqrallaşdırılmış mühitləri və proqram kompleksləri. Bunlardan hansı iri firmaların yüksək məbləğə ərsəyə gətirdiyi xüsusi proqramlardır? Aferin. Əla. Proqram kompleksləri. Bəs proqramlaşdırma mühiti nədir? Mən bunu sizə özüm açıqlayım, bir də yadınıza düşsün. Müxtəlif proqramlaşdırma dillərinin ortaq işlədilə bilməsi üçün yaradılmış sistemlər. Bir bazadan istifadə etmək üçün, belə düşünün. Yaxşı, bəs proqramlaşdırma dilləri neçə yerə bölünür? Bəli. 2 yerə, aşağı səviyyəli və yuxarı səviyyəli. Aşağı səviyyəli proqramlaşdırma dillərini sayın. Assembler və Autocode. İndi uşaqlar, mən sizə yuxarı səviyyəli proqramlaşdırma dillərinin adlarını deyirəm. Əgər düz deyirəmsə üstəgəl qoyacaqsınız, səhv deyirəmsə minus qoyacaqsınız. Algol. Bəli, Algol yuxarı səviyyəli proqramlaşdırma dilidir. Düzdür. Ada. Düzdür. Ada da dildir. SQL. Düzdür. SQL də dildir. HTML. Düzdür. Bu da dildir. Semantik kafe. Düzdür. Bu da dildir. C++. Düzdür. Bu da dildir. CDS. Düzdür. Bu da dildir. Fortran. Düzdür. Bu da dildir. Özüm ancaq dillərin adlarını çəkirdim ki, daha yaxşı yadınızda qalsın. İndi kimin yaddaşı güclüdür? Demədiyim hansı proqramlaşdırma dilləri qaldı? Onları siz yazın.
Yazın mən deyim düzdür, səhvdir. Bəli, Basic düzdür. Perl düzdür. Lisp düzdür. Java düzdür. JavaScript düzdür. ASP düzdür. PHP düzdür. Pascal'da düzdür. Common'da, Icon'da. Aferin. Əgər baxıb yazmırsınızsa hər şey yaxşıdır. Ruby adında proqramlaşdırma dili var. Mən ancaq Ruby kafe tanıyıram. Ama attınız elə bil. Hə? Qaynasın arada. Semantik kafe, nə bilim, Boranı kafe, 50 qəpik kafe. Arada qəşəng atırsınız ha. Müəllim, Bəli, Python-da proqramlaşdırma Bəli. dili sayılır da, bəli, düzdür? Hə, oldu, çox sağ olun. bəli. Digərləri də yazıb Snowball, Fortran, Planner. Haqlısınız. Buyurun Qüdrət. Müəllim var ya, o bilirəm hansı materialda yazıb onu Ruby. Mənim materialımda yoxdur. Yox. Yox, Yəni, bir mən də dəfə dimə materialda istifadə yoxdur. edirəm. Yəni, dimdə nə var, mən də ondan yazmışam. Ola bilər. Mən özüm proqramlaşdırma bitirmişəm. 6 il oxumuşam. Bizə deyirdilər ki, təxminən 500-ə yaxın proqramlaşdırma dili var. Təsəvvürün hamısının adını soruşurlar sizdən. Gəlin davam edək. İnterpretatorla kompilyatorun fərqindən danışaq. Sözü hissə çevirənin adı nədir? Bəli, interpretator. Söz yox, proqramı da yəni. Mətni bəs bütövlükdə çevirən kimdir? Bəli, kompilyator. Belə bir sual verim sizə. Çevrilmiş proqrama, işlək olan proqrama nə deyirlər? Çevrilmiş, işlək olan. Ya işçi, ya da mütləq. Bəs çevrilməmiş proqrama nə deyirlər? İlkin. Bəli. Keçirik tətbiqiyə. Tətbiqinin 4 qolu var. Hansılardır? Üsul yönlü, problem yönlü, ümumi təyinatlı və qlobal şəbəkələrlə iş. Uşaqlar, MS Outlook və Eduardo hansı təyinatlı proqramdır? Eduardo. Bəli, bəli, əla, qlobal. İndi keçək tətbiqinin universal qoluna. Mən proqram adları deyim, siz onlara ümumi başlıq verin. Word, WordPerfect, Lexicon, Cheatwriter, AmiPro, Notepad, WordPad. Bəli. Mətn redaktorları və yaxud prosesorları. İndi əksinə eləyək. Oyunu dəyişək. Cədvəl prosesorlarını siz sayın. İndi səsiniz çıxmayacaq. Excel, Lotus 1.2.3, SuperCalc və Quattro Pro. Əla. Bəs uşaqlar, PowerPoint, Movie Maker, Prezi, Pufton bunlar nədir? Bəli. Təqdimat proqramları. Əla. Qrafiki redaktor bilirsiniz ki, şəkil çəkməyə, layihələr hazırlanmağa yarayan proqramlardır. Hansı sözcükləri görsəz, başa düşərsiniz ki, o qrafiki redaktordur. CAD, 3D, 4D, Draw, Paint, Picture, Photo, əla, Art və s. Bir dildən digər dilə tərcümə edən proqramlar hansılardır? Uşaqlar, bir dildən digər dilə tərcümə edən proqramlar. Tərcümə yoxsa lüğət? Təbii ki, tərcümə. Üstündə deyirəm axı. Bir dildən digər dilə tərcümə edən proqramlar. Translate, Dilmanç, bunlar. Lüğət proqramları nə edir? Sözün
Lüğət tərkibini bizə izah eləyir. Elə həmin dildə. Həm başqa dilə istinad etmir. Polyglot, bəli, style və s. Müxtəlif proqramları eyni ad altında satışa çıxardırıqsa buna nə deyirik? İnteqrallaşdırılmış paket. Hansı qolla toxunmadım tətbiqinin üsul yönlü var. Üzr istəyirəm, ümumi təyinatlı var, o universal. Hansı qolla toxunmadım, adını çəkmədim. Bəli, Aynur, nəşriyyat, bəli, VBIS, mühasibat və ekspert sistemlərinə toxunmadım. Onlardan da inşallah gələn dəfə sual cavab eləyəcəyik. Onsuz da davam eləyəcəyik. Yəni bütün hər yerə toxunmadıq. Siz bir də təkrarlayırsınız inşallah. Ev tapşırığı qeyd eləyirik. Software tamamlamaq, yekunlaşdırmaq, mükəmməl öyrənmək. Software-ni. Testi 50-dən eləmişdiniz. 51-dən 100-ə eləyərsiniz. Windows'a giriş. Windows'un ilk təxminən 7-8 səhifəsini oxumaq. Testə də ehtiyac yoxdur hələ ki. Bir dəqiqə istirahət edirsiniz. Başlayıram Windows'un izahatı ilə. 35 dəqiqə Windows danışacağım sizə. Bitirəcəyik. Gələn dəfə isə Windows'u 1 saat danışacağım. 30 dəqiqə isə software'dən sual cavab və testi ayıracağıq. Demək olar ki, Windows'u 99% yekunlaşdıracağıq və gələn dəfə test də verəcəyik evə. Son dəfəyə isə hər şey yekunlaşacaq. Yoldaşlar, hakim, inteqrallaşdırılmış paketlər bir firmanın müxtəlif proqramları eyni ad altında satışa çıxarmasıdır. Yoldaşlar, 2 dəqiqəlik istirahət edin. Yayında qalaraq istirahət edin. 2 dəqiqəyə başlayırıq.
Recording. Başladım. Əlbəttə ölüyə. Ürəyimiz necə istəyir. Yoldaşlar, Windows əməliyyat sistemi Microsoft firmasının məhsuludur. Kompüterlər əməliyyat sistemləri tərəfindən idarə olunur və əməliyyat sistemləri kompüteri idarə etməklə yanaşı, həmçinin də istifadəçi ilə əlaqə qurur. Elə buna görə də deyirlər ki, əməliyyat sistemləri istifadəçi interfeysinə malikdir. Yəni, kompüterlərin istifadəçilərlə, yəni əməliyyat sisteminin istifadəçilərlə əlaqəsi adlanır istifadəçi interfeysi və bu istifadəçi interfeysinin 3 modeli mövcuddur. Mətinli, digər adıyla əmrli, obyekt yönlü, digər adıyla qrafiki və səsli. Günümüzdəki əməliyyat sistemləri mətinli deyil. Mətinli əməliyyat sistemləri köhnədir. Klaviaturadan məlumat daxil edərək işlədirdilər kompüteri. Günümüzdə əməliyyat sistemləri obyekt yönlüdür. Çünki ekranda hər şey obyektlər şəklində təqdim olunub. Simgələr, piktogramlar şəklində. Obyekt yönlü və ya qrafiki. Sonuncu isə səslidir. Səsli əməliyyat sistemləri əməliyyat sistemlərinin gələcək versiyalarıdır. Yəni, tam səslə işləmə və bu da hələ ki prototipi yoxdur. Cortana səsli interfeysin prototipi deyil. Cortana sadəcə səsli interfeysi olan bir proqramdır. Bütün əməliyyat sistemi səslə işləməlidir ki, biz o əməliyyat sisteminə səsli interfeysli əməliyyat sistemi deyək. Windows 10 əməliyyat sistemi dünyada ən çox yüklənmiş bir neçə əməliyyat sistemindən biridir. İnterfeysi sadə və hər şey pəncərələr rejimi ilə işlədiyi üçün, açılan hər şey pəncərə formatında açıldığı üçün buna pəncərə əməliyyat sistemi də deyirlər, adından da görünür Windows. Və Windows 10-un özündən əvvəlki Windows nümayəndələrinə görə üstünlükləri də mövcuddur. Məsələn, Windows 10-da Microsoft Edge adında browser var ki, əvvəlki Windowslarda yox idi və bu browser çox sürətli browserdir. Əvvəllər Internet Explorer'dan istifadə olunurdu. Cortana var ki, hansı ki Cortana səsli interfeyslə işləyir, səsli əmrlər qəbul edir, səsli və yaxud yazılı cavablar verə bilir. Open Word file deyirsən, sənin üçün bir dənə Word file açır. Please tell me about Azərbaycan deyirsən, internetdən Azərbaycan haqqında sənə məlumatlar çıxardıb göstərir. Yeniliklərdən biri də Microsoft Store'dur, hansı ki buradan yeni proqramlar yükləmək olur. Parollarda yenilənib, Windows əməliyyat sistemi artıq barmaq izi ilə, artıq üz cizgiləri ilə və göz quruluşu ilə də açıla bilir. Və planşetlərin notebooklara çevrilmiş versiyalarında, yəni planşet kimi də əməliyyat sistemini işlədəndə, notebook kimi də işlədəndə eyni xüsusiyyətlərə malik olur. Buna da continuum xüsusiyyəti deyirlər. Yəni planşetlərlə telefonların və kompüterlərin eyni əməliyyat sisteminə tabe ola bilməsi. Windows əməliyyat sistemində 3 vacib anlayış var. Birincisi iş masasıdır, yəni desktop, digər adıyla rабочий stol. Burada müxtəlif fayllar, qovluqlar və proqramlar yerləşdirilir. İkinci əsas komponenti taskbardır. Taskbar açıq proqramların siyahısını göstərir və taskbar proqramların bərkidilməsi üçün, həmçinin də məlumatları bizim nəzərimizə çatdırmaq üçün bir paneldir. Tapşırıqlar paneli və yaxud məsələlər paneli adlanır. Və Windows əməliyyat sisteminin üçüncü ən vacib komponenti isə onun baş menyusu, sistemin baş menyusu, yəni start menyusudur. İş masası haqqında çox ətraflı danışmaya ehtiyac yoxdur. İş masası vacib elementləri öz üzərində saxlayır. Nə istəyirsiniz, qoyursunuz iş masasına. İş masasının kontekst menyusu haqqında növbəti dərs danışacağıq. Taskbar. Taskbar dedik açıq proqramları və bildirişləri özündə cəmləyir.
Taskbarın birinci düyməsi Start menüsudur. İkinci düyməsi Search butonudur. Axtarış, fayl və qovluqları axtarmaq üçündür. Üçüncü düyməsi Task View. Task View son bir ay ərzində açılmış faylların ümumi siyahısını göstərir sizə. Cortana'da bildiniz, Windows 10'un üstünlüklərindən biridir. Səsli interfeysi dəstəkləyən, səslə işləyən bir proqramdır. Bunlar standartdır. Daha sonra bərkidilmiş proqramlar gəlir. Bərkidilmiş proqram sağ düymə vurularaq Pin to Taskbar və yaxud Pin to Start olunaraq bərkidilir. Taskbar'a bərkitmək üçün Pin to Taskbar, Start menüsuna bərkitmək üçün Pin to Start olunur. Bərkitdiyin düymə yapışır taskbar'a və ekranda dayanmış proqramı 2 kliklə aça bilirsənsə, amma tapşırıqlar paneli üzərinə bərkidilmiş proqramı cəmi 1 kliklə aça bilirsən. Yəni, bərkidilən proqramlar daha sürətli açılır. Bərkitməyin digər yolu isə onu sürükləyib aşağı buraxmaqdır. Belə də bərkitmək olar. Yoldaşlar, ümumiyyətlə nəzərinizə çatdırım ki, bərkidilmiş proqramlar aktiv proqramlardan öncə görünür. Birinci bərkidilmiş proqramlar gəlir, sonra aktiv proqramlar. İndi siz Zoom-u görürsünüz ki, o aktiv deyil, amma bərkidilmişlərdən öndədir. Əslində Zoom özü də bərkidilib. Ona görə burada dayanıb. Zoom proqramı, baxın, menüsunda nə var? Unpin from Taskbar. Deməli, bərkidilib. Bərkidilmiş proqramı Unpin from Taskbar etməklə Taskbardan çıxartmaq mümkündür. Taskbarın növbəti hissəsi isə bildiriş oblastı adlanır. Burada mikrofon, zaryadka, internetə qoşulma, klaviatura dili, saat, zaman və digər məlumatlar mövcuddur. Və bildirişlər bir nöqtədə toplanır, Action Center'da. Bir də taskbarın ən sonunda Show Desktop düyməsi var. Ekrandan hansısa qovluqlar, hansısa proqramlar, nəsə açıqsa, onları bağlamadan, onlardan çıxış etmədən arxa fonu görmək olur. Bağlamıram, mouse'u aparıram, ekranımın ən sağ aşağısına Show Desktop düyməsinə. Show Desktop düyməsinə klikləyirəm, açıq proqramlar taskbara yığılır. Bir də klikləyirəm, təzədən ekranda açılır. Ekranı görmək üçündür Show Desktop düyməsi və Win-D düymələri vasitəsilə həll olunur məsələsi. Yoldaşlar, Start menüsündən da danışaq. Gəlin bir taskbarın kontekst menüsündən də bəhs edeyim sizə. Taskbarın kontekst menüsündə müxtəlif əmrlərin önünə quş qoyanda onlar ekranda görünür. Quşları götürəndə də onlar ekranda deyəndə taskbarda görünür və yaxud görünmür. Burada görürsünüz 3 dənə düymə var. Cascade, Show Window Stacked və Side by Side. Bunların pasiv olma səbəbi nədir? Ekranda açıq fayllar olmalıdır. Məsələn, Word-də mən neynədim? 4 dənə fayl açdım. Mən əgər onları stacked eləsəm, görəcəyik nətər? Alt-alta. Əgər eləsəm onları side by side, görəcəyik yan-bayan. Bir də eləsəm kaskad, görəcəyik üst-üstə. Yəni pilləvari. Kaskad üst-üstə pilləvari göstərir. Side by side, yan-yana göstərir. Stacked üst-üstə göstərir. Bu, açıq olan pəncərələrin siyahısına səliqəli şəkildə baxmaq üçün idi. Həmçinin burada bir də nə düyməsi var? Lock Z taskbar. Nədir Lock Z taskbar? Taskbarı kilidlə. Hal-hazırda taskbar kilidlidir. Kiliddən çıxartsam quşu götürməliyəm. Götürdüm. Uca taskbarı mən sağa, yuxarı, sola və aşağı yerləşdirə bilərəm. Taskbarı yerləşdirdiyin yer sənə uyğundursa, kildə salırsan. Ki, orada qalsın. Əlin dəyəndə tərpənməsin. Davam edək. İndi isə Start menyudan danışaq. Start menyu sağ tərəfdə burada bərkidilmiş proqramlar filan olur, yeniliklər olur. Bu tərəfdə isə proqramlar siyahısı. Burada standart proqramlar da mövcuddur. Windows Accessorize'ın içində standart proqramlar mövcuddur ki, bunlar siz tərəfdən kompüterə yüklənmir. Bunlar
Windows əməliyyat sisteminin üzərində gəlirlər. Uşaqlar, bu proqramlar müxtəlif xarakteristikalara malikdir. Məsələn, Internet Explorer internetə girir. Məsələn, sadə riyazi ifadələr yazmaq istəyirsə, Mass Input panel yararlıdır. Xırda qeydlər aparmaq istəyirsə, məsələn, Notepad olar, uyğundur işlətmək. Nə bilim, tutaq ki, şəkil çəkmək istəyirsə, Paint. Ekranın şəklini kəsmək istəyirsə, Snipping Tool, qayçı aləti. Nə bilim, tutaq ki, musiqilərinizi, videolarınızı dinlətmək istəyirsə, Windows Media Player və s. Yəni, qısacası, standart proqramlar kiçik işlər görürlər və bunlar müxtəlif şəxslər tərəfindən kompüterə yüklənmiş. Windows əməliyyat sisteminin üzərində gəlirlər. Ona görə onlara standart proqram deyirlər. Start menüsündə sol tərəfdə user var. İstifadəçi məlumatlarında dəyişikliklər etmək üçün Change Account Setting, istifadəçi adını kildə salmaq üçün Log ya da WinL düyməsi ya da Sign Out eləyərək istifadəçi adından çıxış edə bilərsiniz. Dokument sənədləri, picture şəkilləri göstərmək üçündür. Ümumi settingə daxil olaraq isə istifadəçi parametrlərini dəyişmək olar. Buradakı məlumatları birə-bir əzbərləmək lazım deyil, ona görə üstündən keçirəm. Və var burada Power düyməsi. 3 dənə əmri var. Sleep. Uşaqlar, Sleep aktiv proqramları yadda saxlamaq şərti ilə ekranı qaraldır və zaryadkaya daha çox qənaət edir. Shutdown kompüteri söndürür, bütün hər şey bağlanır. Restart isə kompüteri söndürür, aktiv proqramları bağlayır, amma kompüteri yenidən yandırır. Biz bunlardan sonra danışmalıyıq fayl, qovluq və qısa yol anlayışlarından. Bunlara deyirlər Windows'un 3 əsas elementi. Fayllar hər hansısa bir proqramda yaradılan və içərisində məlumatlar saxlanılan adı olan bir topludur, bir məcmudur. Faylı sən proqramda yaradırsan. İçinə yazı yazırsan, şəkil ola bilər, o video ola bilər. Hər şey faylda, yəni video fayl, mətin faylı, şəkil faylı, yəni qrafiki təsvir faylı və s. Fayl nədir? İçində məlumat saxlayan, adı olan, yaddaşa verilmiş bir məcmu. Bəs qovluq nədir? Faylları daha nizamlı şəkildə yaddaşda saxlamaq üçün istifadə olunan bir kataloq. Folder. Folder ingiliscəsidir. Qovluq, yəni papka. Boş istifadəçi qovluğu, yəni sarı rəngli boş qovluq yaddaşda yer tutmur. İçini doldurduqca içindəki məlumat qədər yer tutur yaddaşda. Axı təkcə istifadəçi qovluqları yoxdur, başqa qovluqlar da var. Məsələn, sistem qovluqları var. Xüsusi qovluqlar var. Məsələn, libraries qovluğu var. Kitabxana qovluğudur. İçində sənədlər, videolar, şəkillər və s. olur. Şəbəkə qovluqları var. İçində şəbəkə faylları olur. Sonra məsələn, arxiv qovluqları var. İçində arxiv faylları olur. Arxivə saldığımız, yəni yaddaşının az olmasını, faylın yaddaşda az yer tutmasını istəyirsə, onu arxivə salırsınız. İstifadəçi məlumatlarını saxlayan özündə user fayl var. Kompüterin parametrlərini dəyişməyiniz üçün kontrol panel var. Buradan siz sistemi və təhlükəsizliyi, şəbəkələri və interneti, istifadəçi məlumatlarını, saatı, regionu, zamanı, fiziki məhdudiyyəti olan insanlar üçün daha sadə işləməni, proqramları, qurğuları idarə edə bilərsiniz. Sizə sual versə ki, kontrol panel necə bir sistem qovluğudur? Deyəcəksiniz ki, ikonu, yəni simgəsi, piktoqramı dəyişdirilə bilməyən yeganə qovluqdur. Zibil yeşiyi isə silinmiş faylları özündə saxlayır. Kompüterdən silinə bilməyən yeganə qovluqdur. Siz zibil yeşiyinin içindəki məlumatları silmək üçün empty recycle bin əmrini icra etməlisiniz. Hər hansısa bir faylı silmək üçün ya delete düyməsini sıxmalısınız, ya Ctrl D düymələri ilə onu silməlisiniz, ya da sağ düymə delete. Bu zaman silinən fayl
zibil yeşiyinə düşür. Lakin faylı seçib Shift Delete'i sıxsaz, fayl zibil yeşiyinə düşmədən silinmiş olacaq. Bəs ekrana çıxan nədir? Ekrana çıxan dialoq pəncərəsidir. Pəncərə neçə cür olur ki? 4 cür. Dialoq pəncərəsi, sistem pəncərəsi, qovluq pəncərəsi və sorğu pəncərəsi. Sistem proqramlarla işləyəndə açılan pəncərə sistemdir. Qovluqlarla işləyəndə açılan pəncərə qovluqdur. Sorğu verəndə, kömək çağıranda, yəni help düyməsini F1-i basanda sorğu pəncərəsi açılır. Ekrana sual çıxanda dialoq pəncərəsi açılır. Dialoq pəncərəsi yeganə pəncərədir ki, onun ölçülərini dəyişmək olmur. Ona cavab vermədən bağlamaq da olmur. Mən bu dialoq pəncərə fayl pəncərəsi kimi deyil. Deyil, eyni deyil. Bu fayl pəncərəsidir. Faylla işləyirsən. Faylla işləyəndə onun kənar ölçülərini dəyişə bilirsən. Dialoq pəncərəsindən bunu eləyə bilmirsən. Dialoq pəncərəsi ölçüləri dəyişdirə bilməyən yeganə pəncərə modelidir. Aynen. Vüqar müəllim, üzr istəyirəm. Buyurun. Sistem pəncərəsində hansını misal göstərmək olar Hansısa bir orada? sistem qovluğunu açsaz, ona sistem pəncərəsi. Məsələn, tutaq ki, ZIS-PC-ni açaq, sistem pəncərəsi sayılır. Sistem qovluqları ilə işləyəndə açılan pəncərələr. Yəni, kompüterin özünə aid olan pəncərələr. Fayllarla işləyəndə fayl pəncərəsidir. Fayl və yaxud qovluq, standart tətbiqi proqram da deyirlər ona. Help-i basırsan, qovluqda var ya, kömək pəncərəsidir bu. Help. F1. Bu sorğu pəncərəsidir. Sənə sual verir, sən də cavab verməlisənsə, o da dialoq pəncərəsidir. İstəyirəm sizə bir şey danışım. Buyurun, siz sağ olun. Mənim fikrimcə biz Aero interfeysində tanısaq daha yaxşı olar. Daha ətraflı məlumatlar toplamış olarıq. Bircə dəqiqə üzrlü sayın. Yoldaşlar, indi isə Aero interfeysindən danışırıq. Son imtahandan qabaq Aero interfeysi elə bir şeydir ki, demək olar ki, illərlə düşmür. Son imtahandan qabaq mənim imtahana getmədən bax adında bir videom olur. Həmin video imtahan həftəsi çəkilir və tələbələrə hardan daha çox sual düşə bilər, onlardan ipucu verilir. Və tələbələrimə bildirdim ki, öz tələbələrimiz üçün çəkirik. Kənar tələbələrə göstərmirik o videonu. Son bir gün qalmış açırıq. Onlar görürlər. Və öz tələbələrimiz imtahandan 4 gün qabaq məndən eşitdilər ki, imtahana Aero interfeysi düşəcək. Və açıq sual kimi hansı növlər Aero interfeysi növlərdir deyə sual vermişdilər imtahanda. Aero interfeysinin düz 4 dənə növü var. Ümumiyyətlə, Aero interfeysi nədir? Authentic, effective, reflective, belə bir şeydir. İngiliscə abbreviatürdür da, yəni. Bilmə məcburiyyətində deyilsiniz, maraq üçün dedim. 4 dənə növ var. Snip, flip, peek və shake. Məsələn, hansısa bir snip yox, snap. Bunu səhv yazdım. Snap. Deməli, hansısa bir papkanı açdıq. O papkanın kənarlarından tutub ölçüsünü dəyişirim. Hətta diagonalı boyunca da. Ya başında 2 dəfə klikləyirəm, tam ekran açılır. Ya 2 dəfə klikləyirəm, köhnə vəziyyətə qayıdır. Sağa vururam, sağdan 50% açılır.
Sola vururam, soldan 50% açılır. Buna deyirlər Aero interfeysinin snap növü. Yəni ölçüləri dəyişən növ. Bunu bildik. İndi mənim ekranımda bir qovluq açıq olsun, bir Word açıq olsun, bir papka açıq olsun, nəsə də çoxlu şeylər açıqdır. Mən bunlara sürətli keçmək üçün ya Alt və Tab düymələrini basa bilərəm, ekranda onları yan-yana göstərər. Ya da Win və Tab düyməsini vuraram, Task View-nu açar, son bir ərzində açdığım faylları görərəm. Hər ikisi nəyin növüdür? Aero Flip'in. İndi nə qaldı? Qaldı Aero Shake və Aero Pick. Bilirsiniz ki, son imtahanda bunun sadəcə adını soruşmuşlar, heç əməllərini soruşmamışdılar. Baxın, taskbarın üstündə hansısa açıq proqramın üstündə dayanıram, kiçik eskiz görünür. Onun üstündə dayanıram, qovluğu açıq göstərir. Ya da taskbarın sonuna doğru gedirəm, açıq olan proqramı gizlədirəm, yəni show desktop edirəm. Bu iki element ikisi birlikdə də Aero Pick adlanır. Və nəhayət Shake, ən maraqlısı. Çoxlu qovluqlar, çoxlu fayllar açıqdır ekranda və sən sıxlıqdan bilmirsən nə edəsən. Bununla işləmək istəyirsən, tutub bunu sirkələyirsən, o birlər gizlənir, taskbara yığılır. Bir də sirkələyirsən, o birlər yenidən qayıdır. Bu da Aero Shake adlanır, yəni silkələmək. Beləliklə, Aero interfeysinin 4 növü ilə də tanış oldunuz. Duran başlıq sətrindən sağa sola tərpədirəm. Məncə bu qədər bəsdir. Çünki bu təxminən bir 7-8 səhifəlik materialdır. Siz bu 7-8 səhifəni oxuyacaqsınız, test yazmayacaqsınız. Amma softwaredən təbii ki, mükəmməlləşməyə davam edəcəksiniz. Deyirəm, vaxta qalıb, bəlkə biraz softwaredən suallaşaq yenə. Olar müəllim. Yenə keçin çata zəhmət olmasa, başlayaq sual cavabı. Yoldaşlar, kompüterlərlə və ya başqa qurğularla əlaqəsi hansı interfeysə əsaslanır? Bəli, texniki interfeys. Bəs kompüterin öz qurğuları ilə əlaqəsi hansı interfeysdir? Aparat, düzdür. Xarici qurğularla kompüteri əlaqələndirən proqram nədir? Driver. Bəli. Bəs xarici qurğularla kompüteri əlaqələndirən qurğu nədir? Bəli, kontroller. Verilənlər bazasının idarəetmə sistemlərinə nə nümunə göstərə bilərsiniz? Hansı proqramları göstərə bilərsiniz? Bəli. DBase, Essbase, Cbase, Database for Windows, FoxPro, Access, Paradox, Clipper, Oracle, Ingress və s. Bəs hansı nəşriyyat sistemlərini tanıyırsınız?
Quark Express, Aldus PageMaker, PageMaker və Vertura Publisher. Haqlısınız. Hansı mühasibat proqramlarını tanıyırsınız? Ən məşhuru. 1S, Smart, Uyum, Güneş və Logo. Yekunlaşdırmağımı istəyirsiniz, yoxsa necə? Kifayət edir yoldaşlar. Əslində dərsimizin bitməyinə elə 5-6 dəqiqə var, amma desəz yekunlaşdıraram, sual verir, desəz sual verərəm. Yaxşı, 2-3 dənə də sual verim. SQL ilə MySQL və SQL serverin fərqi nədir? Görüm kim tutub bu söhbəti. SQL, MySQL, SQL server. SQL özü proqramlaşdırma dilidir. SQL serverlə MySQL VBIS'dir. Burada biraz ad oxşarlığı var idi. İstədim oradakı təzadlığı aradan qaldıraq. Bəs yoldaşlar, leksikon nədir? Adamın qulağına başqa cür gəlir, amma fikirləşdiyimiz kimi olmayacaq. Leksikon nədir? Leksikon, bəli, adından göründüyü kimi leksika ilə, dillə heç bir əlaqəsi yoxdur. Mətn redaktorudur. Yaxşı uşaqlar, mətn redaktoru və yaxud prosesoru. Sizcə mətn redaktoru ilə prosesorunun fərqi nədir? Bəli, mətn redaktorları kiçik anlayışdır. Mətn prosesorlar böyük anlayışdır. Mətn prosesorlar daha çox iş görmək olur, redaktoru ilə daha az. Təqdimat proqramları nə üçündür? Tərif kimi desəz. İki şeyin tərifi imtahana düşüb, soruşum görün bilirsinizmi? Təqdimat proqramları nə üçündür? Elmi tərif bilirsiniz, elmi tərif verin. Bəli, geniş izləyici kütləsinə məlumat çatdırmaq üçün. Bəs qrafiki redaktor nədir? Son sualımdır. Qrafiki redaktor nədir? Təsvirlərin yaradılması, layihələrin hazırlanması və üç ölçülü məlumatların düzəldilməsi üçün nəzərdə tutulmuş proqramlar toplusudur. Bəsdir bugünlük, sabahınızı
Məntiqdən əlavə dərsimizdə mütləq gözləyirəm. İnşallah qoşularsınız. 10 tamam olacaq. 11-ə 5-6 dəqiqə işləmiş link atılacaq. Təxminən 1 saat çəkəcək 4 mövzu və ona aid testlər verilib Əla. növbəti bazar təhvil alınacaq. Buyurun. Buyurun Asma. Səsiniz pis gəlir. İnternet problemi var. Eşidirsiniz müəllim? İndi hə. Ola bilsin internetdən də. Keçən bazar elə bir biz 6-cı gün əsas dərsin yerinə keçmişdik də, düzdür dərsi. Amma bu bazar bu elə bir ki Bizim dərslərimiz ikinci, yəni 6-cı günlər. sabah üçün ev tapşırığı yoxdur da. Sabah bizim bazar günündən Bəli, ilk siz sabah dərsimiz ilk olacaq dərsdə ilk əlavələrdən, dəfədir ki, düzdür? əlavəyə qoşulursunuz. Hə, Bəli. bildim. Sizin öz Dedim bəlkə dərsləriniz ola bilər qaçırmışam. 2, 3, 6-dır. 2, 6 məntiq, 3, 6 info. Bəli, Hər bəli, bazar bəli. əlavəyə qoşulacaq. Hə, yəni o əlavəni bilmək istirdim Heç ki, bir mən test yoxdur, ilk qaçırmamışam, dəfədir yəni bu nəyisə ortada. Aha, yaxşı, oldu müəllim. Sağ olun, sağ olun. Oldu, sağ olun. Yoldaşlar sağ olun, özünüzdən müğayət olun. Sabah Sağ görüşmək. olun müəllim. Sağ olun. Sağ Sağ olun. olun. Sağ olun, hələlik. Sağ olun müəllim. Sağ olun, sağ olun.